Mərkəzində də axtarış, xilas etmə işləri aparırlar. İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərdən 11.256 nəfərin məşğulluğu təmin olunub. Onlardan 907-si üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. 558 şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib. Dövlət Məşğulluq Agentliyindən məlumat verilib ki, Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün də özünü məşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Proqram daxilində Şahin İskəndərov üçün arıçılıq təsərrüfatı, Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün isə avtotəmizləmə xidməti sahəsi yaradılıb. Biz elə bir ki, Laçına gəldik, müraciət elədim, məşğulluq idarəsinə müraciət elədim, sağ olsunlar. Mənə yüz aparatları verdilər, avtoyuma aparatları verdilər. Aparatlarımı qurmuşam, indi öz fəaliyyətimə başlamışam. Yavaş-yavaş çalışıram, bir nəfər, iki nəfər də Laçın sakinlərindən işçilər götürüm. Burada köməkli avtoyuma işi ilə məşğul olaq. Mən ilk dəfə Laçın rayonuna gələndə sağ olsun Laçın şəhər nümayəndəliyimiz də məşğulluq idarəsi bizə dəstək göstərdi. Mən məşğulluq idarəsinə müraciət elədim. Onlar mərhələli şəkildə, növbəli şəkildə mənim müəyyən avadanlıqlarına təmin elədilər. İlk öncə mən burada fəaliyyətə başlayanda xırda sahibkarlığım, belə deyim, bir nəfər də işçi heyətim var idi. İndi hal-hazırda Allaha şükür personal 9 nəfərdən ibarətdir. Burada Laçın sakinlərinə, gələn qonaqlarımıza, turistlərimizə xidmət eləmək bizim üçün həqiqətən qürur vericidir. Bakı şəhəri üzrə təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına 16.600